Salam, hörmətli tamaşaçılar. Enews TV efirdədir. Vətəndaş mövqeyinin qonağı Bakı Dövlət Universitetinin Milli Mətbuat Tarixi Kafedrasının müdiri, dəyərli ziyalımız Cahangir Məmmədlidir. Salam, Cahangir müəllim, xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür ederim. Məni doğma bir məkana dəvət eləmisiniz. Sağ olun. Çox sağ olun. Mən təşəkkür edirəm sizə ki, dəvətimi qəbul elədiniz, gəldiniz. Cahangir müəllim, bilirsiniz ki, bu il mətbuatımızın 150 illik yubileyidir. 1875-ci ildə maarifçi, təbiətşünas alim, ziyalı Həsən bəy Zərdabi tərəfindən Əkinçi qəzeti işıq üzü görmüşdü. Əkinçi qəzeti ümumiyyətlə maarifçi ideyaların carçısı olmuşdu. Çox təəssüf ki, 2 il cəmi fəaliyyət göstərmişdi. Və bu il 150 yaş tamam olur mətbuatımızın. Cənab Prezidentimiz tərəfindən milli mətbuatımızın 150 illik yubileyi keçirilməsi ilə bağlı sərəncam imzalamışdı və bir çox tədbirlər görüləcəkdir. Mən istərdim ki, siz 150 illik mətbuat tariximizin inkişaf yolunu qiymətləndirəsiniz. Buyurun. Prezidentimizin mətbuatın 150 illiyi ilə bağlı imzaladığı sərəncam qısa, lakonik şəkildə əslində mətbuatımızın keçdiyi tarixi yolu çox gözəl qoyur ortaya. Böyük bir yol keçib Azərbaycan mətbuatı. Bəzən çətin, bəzən hamar, bəzən yoxuşlu. Amma mətbuat ona dözüb. Niyə? Çünki bünövrəsi Həsən bəy tərəfindən qoyulan bir mətbuat maarifçilik ideyaları ilə başladı. Adını Əkinçi qoyduq. Doğrudan da əkinçilik də var. Amma Əkinçi qəzeti elə bir maarifçilik işi gördü ki, Həsən bəyin özün sözüdür, deyirəm eşitmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Belə də bir qəzet çox vacibdir. Çünki əgər bir daş qoyarsan, deyir, damcı altında, o su damcıları mirur ilə o daşı deşəcək, yavaş-yavaş. Eləcə də bu qəzetə diqqət olmasa da, axır ki, maarifçilik işini görəcək. Bu əslində Həsən bəy Zərdabinin proqram məqaləsidir. Alırdıq Avropa jurnalistikasından dəqiqlik, qərəzsizlik, balanslılıq. Bunların hamısı Zərdabinin Əkinçi qəzetində var idi. Sovet dövründə gəldi, senzura zad çıxdı, körlədi işləri. Amma Həsən bəy öz sözünü deməyi bacarırdı. Ona görə də Azərbaycan jurnalistləri milli mənəvi dəyərlər, üstəgəl milli maraqlar və milli azadlıq problemləri. Bunu elə şəkildə qoyurdular ki, mane olmaq çox çətin olurdu, amma xalq maariflənirdi. Niyə biz buna milli mətbuat deyirik? Ondan qabaq Azərbaycanla bağlı bəzi qəzetlər çıxdı ortaya. Amma onlar milli xarakterdə deyildi. Həsən bəy milli bir qəzet yaratdı. O məktəbə çevrildi. O məktəbin davamçıları oldu. Gəldi 1900-cü illər, 1910-cu illər və s. O məktəb öz davamını göstərdi. Əgər tarixə bütövlükdə bir nəzər salsaq, 1900-cü illərdə görün hansı məktəblər yarandı. Şərq Rus qəzeti gəldi, Kasp 90-cı illərdə yarandı. Kasp elə bu gün də hələ fəaliyyət göstərməkdədir. Həqiqətən də Kasp qəzeti tutaq ki, Rus dilində çıxırdısa da, yenə milli dəyərlər, milli maraqlar sisteminə həmişə çox diqqətlə yanaşırdılar. Bax, bu mənada o məktəblər gəldi, dünya hara gəldi, çıxdı. Füyuzat məktəbinə gəldi, çıxdı. Molla Nəsrəddin ədəbi məktəbinə gəldi, çıxdı. Azərbaycan jurnalistikasında Cəlil Məmmədquluzadə çıxdı ortaya. Cəlil Məmmədquluzadə Azərbaycan mətbuatının bir ensiklopediyasıdır özü. Bax, bu mənada 1900-cü illər, 1910-cu illər, sonra Azərbaycan qəzeti 1918-19-cu ildə Xalq Cümhuriyyəti dövründə Xalq Cümhuriyyəti ümumiyyətlə azad bir mətbuatın yaradıcısı olan bir dövlət oldu. Şərqdə ilk demokratik dövlət, Şərqdə ilk demokratik mətbuatın yaradıcısı. Bir yerdə ki, Üzeyir bəy olsun, bir yerdə ki, Məmməd Əmin Rəsulzadə olsun, orada nə olmalı? Orada ancaq demokratik qaydalar olmalıydı. Və beləliklə elə bir qəzet yarandı. Bugün ADA Universiteti Hafiz müəllimin rəhbərliyi ilə, Allah kömək olsun, çox böyük iş görür. 20 cildlik o qəzetin transliterasiyasını eləyirlər. Xeyli buraxılıb və indi də buraxılmaqdadır. İndi biz o transliterasiya olunmuş qəzet üstündə, kitablar üzərində bizim fakültəmizin, kafedramızın müəllimləri tədqiqatlar aparırlar. İndi bizə daha çox məlum olur ki,
Azərbaycan qəzeti nəymiş? Üzeyir bəy kim imiş? İnanırsınız, Üzeyir bəyin elə məqalələri var ki, 1918-20-ci illərdə. O məqalələri bizdən gizləyiblər, uzun müddət, Sovet dövründə. Əgər o məqalələr bizdən gizlədilməsəydi, Azərbaycan xalqı erməninin kim olduğunu bilərdi. O dəqiq göstərirdi ki, erməniyə heç vaxt inanmaq olmaz. İndi bizim prezidentimiz deyirik ki, sülhə gedirik. Amma biz silahımızı da yerə qoya bilmərik. Çünki erməniyə heç vaxt inanmaq olmaz. Bax, 200 illik tariximizə nəzər salsaq, erməniyə necə inana bilərik? Tamam, doğrudur. Erməniyə heç vaxt inanmaq olmaz. Bunlar qıraqda qoyulandan sonra bizim Şirməmməd Hüseynov, Allah ölənlərin hamısı rəhmət eylesin, o bizim kumirimiz, bizim fakültənin talismanı. Onlar bir fakültə yaratdılar. Təmiz dünyası olan bir jurnalistika fakültəsi yaratdılar. Və Şirməmməd müəllim Üzeyir bəyi başdan ayağa təhlil etməyə. Üzeyir bəyin parlamentdəki çıxışlarını ayrıca kitab halında 5 ciltli kitablar, Məmməd Əmin Rəsulzadənin 5 ciltli əsərlərini buraxdı. Prezident onu biləndə ki, Şirməmməd Hüseynov bu 5 ciltli öz təqaüdü hesabına buraxıb, o dəqiqə ayrıca bir sərəncam verdi. O 5 ciltli yenidən böyük tirajla onu dövlət hesabına buraxdılar. Üzeyir Hacıbəyovun nəşrlərindən kənarda qalan əsərləri adlı Şirməmməd müəllimin 2 ciltli kitabı var. Ora indi baxırıq, Şirməmməd müəllim o nəşrlərdən kənarda Sovet dövründə qoymayıblar da nəşr. Onları qoydu ortaya, indi biz onu oxuyuruq. Allahım, Üzeyir bəy ermənini necə tanıyırmış? Necə tanımayaydı? Axı ermənilərin içində böyümüşdü həm də Şuşadan gəldi. Amma o qədər cəsarətlə yazılar yazıb vaxtilə Sovet hökumətinin, mən Sovet mətbuatının bütövlükdə başdan ayağa rədd olunmasının tərəfdarı deyiləm. Çünki Sovet dövründə də mətbuatımız inkişaf elədi. Amma Rusiyanın 1804-cü ildə yaranmış Senzura komitəsi neçə illərlə təsəvvür edilədən 1917-ci ilə qədər davam elədi. 100 ildən də çox. Bu bolşevilər hakimiyyətə gələndə dedilər ki, birinci məsələ buydu ki, söz və mətbuat azadlığı yaradırıq. Amma birinci dəfə Lenin hakimiyyətə gələndə Xalq Komissarlarının sədri 20 qəzeti bir gündə sərəncam verdi bağlamağa. Onun yaxın silahdaşları buna dedilər ki, biz axı mətbuatın azadlığından söz vermişdik. Dedi ki, biz özümüzü intihar eləyə bilmərik. O mətbuat orqanları qalsa biz elə bilin ki, intihar eləmişik də. Belə bunlar gəldilər hakimiyyətə. Sovet dövründə güya senzura yoxdur, qlavlit deyilən bir idarə yarandı. Dövlət sirlərini mətbuatdan qoruyan idarə. Bax, o idarə adi bir sözə görə Stalini sətirdən sətirə keçirir. Stalin redaktoru işdən çıxartmışdılar. Ki, Stalin sözünün sətirdən sətirə keçibə olmaz. Bu dərəcədə repressiya illəri, mətbuat, jurnalistlərin də içində, necə deyim, satqınları da oldu, hər şey oldu. Amma çıxdıq o çətinliklərdən. Əgər 40-cı illər, 45-ci ildə Bakı Dövlət Universitetində jurnalistika şöbəsi yarandısa, müharibənin gedişində, deməli bizdə jurnalistika inkişaf edirdi. Və o jurnalistikanın bünövrəsi Nəsir İmanquliyev o dövrdən müəllimimiz oldu bizim. Bunlar böyük bir təmizlik yaratdılar, mətbuat yaratdılar. Şirməmməd müəllimin o qədər əsərləri var. Müstəqilliyin çətin yoludur. Sonra Üzeyir bəyin əsərləri, kənarda qalmış əsərlərini yenidən çap elətdirdi. Məmməd Əmin Rəsulzadənin əsərlərini çap elədi. Azərbaycan mətbuatı gəldi, müstəqillik illərinə çıxdı. Müstəqillik illərində bizim birinci qəbul olunan qanun, təsəvvür edirsiniz, Milli Məclis yarandı. Milli Məclisdə birinci qanun kütləvi informasiya vasitələri haqqında idi. Niyə? Çünki Heydər Əliyevin bir sözü var. Deyir ki, demokratik mətbuat olmadan demokratik dövlət yaratmaq mümkün deyil. Amma o 92-ci ildə yaranan kütləvi informasiya vasitələri haqqında qanunda çox böyük narahatlıqlar vardı.
Ona göre de Heydər Əliyev yenidən hakimiyyətə gələndə 1995-ci ildə Azərbaycan Konstitusiyasını yaratdı. Heydər Əliyevin ona böyük təcrübəsi vardı, bu konstitusiya, mətbuat. Məsələn, 1976-cı ildə Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyası yarandı. İnanırsınız, orada Heydər Əliyev Azərbaycan dilini dövlət dili kimi qəbul etməyə nə qədər çətinlik çəkdi, mən onun şahidiyim. 1956-cı ildə Azərbaycan parlamenti, belə deyək də, Ali Sovet qərar qəbul etmişdi. Azərbaycan dili dövlət dili olsun. Ermənilər onu 3 ay yaşamağa qoymadılar o qanunu. Onu Moskvadan ləğv elətdirdilər. Amma Heydər Əliyevə toxuna bilmədilər. O, 76-cı ildə Sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsdiyi anda Heydər Əliyev Azərbaycan Konstitusiyasına o maddəni saldırdı. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. 95-ci ildə onu bir daha təkrar elətdirdi və söz və mətbuat azadlığı qoydu ortaya. Amma bütün bunlarla belə rəhmətli Əbülfəz Elçibəyin vaxtında müharibə gedirdi filan. O müharibənin bəhanəsi ilə əməlli başlı senzura qoymuşdular. Bir-iki sərəncamı vardı. O sərəncamlar jurnalistləri demokratik qaydada işləməyə imkan vermirdi. Ona görə də Heydər Əliyev 98-ci il avqustun 6-da daha bir sərəncam imzaladı. Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı bütün o senzura qalıqlarını ləğv elədi. Bax, ondan sonra biz bugünə gəldik, çıxdıq. Amma bir məktəb də var da. O məktəbi davam elətdirmək hər adamın işi deyil. Heydər Əliyev məktəbini kim davam elətdirə bilərdi? Ancaq İlham Əliyev. Və təsadüfi deyil ki, Heydər Əliyev xəstə olduğu bir anda Cleveland xəstəxanasından, Amerikadan ora zəng eləmişdi. İlham Əliyevin namizədliyini irəli sürmək və onun bir cümləsi hamıya bəs elədi. Mən İlhama özüm qədər inanıram. O İlham Əliyevə özü qədər inanan adam mənim içimdə bir qürur hissi doğurur. Mənim heç kimə bu da ehtiyacım yoxdur. Amma mənim bir ehtiyacım Azərbaycanadır. Azərbaycanı qorumaqdır. Azərbaycan mətbuatını, demokratikliyini geri qoymaq olmaz filan. İlham Əliyev onunla bağlı həyatını da verə biləcək. Onun üçün Heydər Əliyevin bir sözü vardı. Əgər bu ölkənin inkişafı ilə bağlı, Azərbaycanın müstəqilliyi ilə bağlı mənim ailəmi də, özümü də istəsələr, biz güllərimə istəsələr, biz canımızı verməyə hazırıq. İlham Əliyev bu ailədə böyüyüb. Azərbaycana olan sevgisi, Azərbaycana olan məhəbbəti, Qarabağa olan məhəbbəti. Biraz Qarabağ deyəndə mən kör elə bilərəm, çünki mənim kəndim Tapdaq altındaydı da. Ağdam. Hə, Ağdam. 30 il həsrət qaldı. Bax, bu cür İlham Əliyev Azərbaycanı o cür düşmən yağı Tapdağından özləri necə xilas elədi? İntiqam hissi var burada, intiqam var. Nə qədər onlar bizə vandallıq eləmişdi, mədəni şəkildə onların xalq dili ilə desə ataların yanındadır. Ona görə də Azərbaycan xalqı İlham Əliyevə son dərəcə minnətdardır. Allah onun canı sağ olasın. Mətbuatımız da inkişafındadır. Düzdür, hətta xarica qulluq edən jurnalistlərimiz də var. Mirşahinin Vaxtı adlı bir veriliş Real TV-də baxsanız, görəsiniz onlar kimdir, nə ilə məşğuldurlar. Daha çox o yaxşı açır o məsələləri. Amma onlar mənə elə gəlir xırda şeylərdir. Onlar tarixdə qalmayacaq. Tamam, doğrudur. Əsas budur ki, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan jurnalistləri birləşərək, Birləşmiş Azərbaycan jurnalistləri bizim prezidentimizin arxasında oldular. Yəni ki, biz prezidentimizin yanındayıq. Belə də oldu. Jurnalistika balaca qüvvət deyil. Ona görə jurnalistika dövlət işində əslində 4-cü hakimiyyətdir. Amma bəzən Heydər Əliyev deyirdi, jurnalistika bəzən 1-ci hakimiyyət rolunda da oynayır. Bax, bunu həmişə nəzərə almaq lazımdır. Bizim jurnalistlərimiz bunu nəzərə alırlar. Azərbaycan jurnalistikasının bugünkü fəaliyyətindən mən onların bir çoxunun müəllimi kimi mən çox razıyam.
Cahangir müəllim, o qədər geniş, o qədər mükəmməl danışırsınız ki, mən sual verməyə çəkinirəm. Təbii ki, bugün dövlətimiz, dövlətçiliyimiz Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçı cənab prezidentimiz İlham Əliyevin ətrafında birləşmişik və bir dəmir yumruğun ətrafında birləşmişik. Siz çox haqlısınız. 30 il həsrət qaldığımız torpaqlarımız geri alındı. Təbii ki, bu bizim 200 illik o necə də bir qisas idi, bir intiqam idi. Və siz Ağdamlısınız, o niskili mən sizin gözlərinizdə hiss elədim. Çünki mən özüm də Ağdamlıyam və onun nə demək olduğunu bilirəm. Necə o izdirabları uşaq vaxtı çıxmışdım oradan, necə çətin olduğunu bilirəm o həsrətin. Və Cahangir müəllim, mən istəyərdim ki, bugün mətbuatımızın o ən gözəl çağları desək, yanılmarıq. Və mətbuatımızı bugündən 30 il sonra necə görürsünüz? İnformasiya texnologiyası o qədər sürətlə inkişaf edir ki, inqilabi səviyyədə inkişaf edir. Düzü o səviyyə, o inqilabi sıçrayış qarşısında onu müəyyənləşdirmək çox çətindir. Bəlkə mən elə arzularımı deyəcəm ki, Azərbaycan mətbuatı, Azərbaycan media sistemi, indi də mətbuat demiş də media sistemi, bugünkü ənənələri qoruyub saxlamalıdır. Və qoruyub saxlayacaq. Ne edirsən elə qoruyub saxlayacaq. Çünki millətin ənənələri, milli dəyərlər və milli maraqlar. Bəzən adamlar milli maraqlarla ictimai maraqları fərq qoya bilmirlər. Milli maraqlar dövlət maraqlarıdır. Məsələn, bizim ən böyük milli marağımız Qarabağın xilas olmağı idi, onu prezident yerinə yetirdi. Milli mənəvi dəyərlərimiz bugün uçuruma getmək ərəfəsindədir. Bax, bu dəyərləri qorumaq mətbuatımızın işidir. Qoruyacaqlar inşallah. İndi internet telekanalları yaranır. Çox yaranır, çoxdur. Amma onların içindən seçimlər olacaq. Seçimlər olacaq və eləsi ortada qalacaq ki, o Azərbaycanı, necə deyərlər, bütöv şəkildə, tam şəkildə ortaya qoya biləcək. Dünya səviyyəsində, dillə bağlı, İngilis dilində, Rus dilində süni intellekt gəlir. Bəzən süni intellektin əlbəttə problemləri də olacaq, jurnalistikada da. İndi də mən görürəm ki, süni intellektin dediklərini qoyub, copy-paste edib verirlər, mətbuatda da gedir belə şeylər. Amma insanlar buna tam öyrəşəndən sonra məlum olacaq ki, süni intellektin təfəkkürü də insanın təfəkkürüdür. O təfəkkür olmasa, o təfəkkür inkişaf eləməsə, süni intellekt inkişaf eləyə bilməyəcək. Süni intellektdən çox istifadə olacaq, amma ona tam arxeyin olmaq olmaz. İnsan, Azərbaycan, Azərbaycançılıq, Heydər Əliyevin bir sözü də var. Azərbaycançılıq ideologiyası elə bil ki, Cəlil Məmmədquluzadənin əsərlərində yarandı. Balaca bir yazısı var, mənim anam kimdir, mənim Azərbaycan harada yerləşir. O, bizim xəritəmizi də çəkib, erməni bilməlidir ki, Mirzə Cəlilin çəkdiyi xəritədə olacaq biz. Ona görə onlar Azərbaycançılıq ideyasını ortaya qoydular. Amma Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə bir cümləsi oldu jurnalistlərlə görüşəndə. Azərbaycanın milli ideologiyası Azərbaycançılıqdır. Bu rəsmiləşib. O Azərbaycançılığı qorumaq lazımdır. Dünyaya inteqrasiya eləmək lazımdır, əlbəttə. Onsuz mümkündür, o istəsə də, istəməsə də olacaq. Amma kim milli mənəvi dəyərlərini, milli maraqlarını kim qoruyacaqsa, bunu qorumaq da birbaşa mətbuatın işidir. Kim qoruyacaqsa, o millət yaşayacaq. Mən çox istəyirəm ki, bizim mətbuatımız, bax bunu, bir qoca müəllimin dediyi bu sözü yadında saxlasın. Ki, milli mənəvi dəyərlərimizi, milli tələblərimizi, milli ictimai dəyərləri, bütün bunları, milli mənəvi dəyərlər xüsusilə bunu qorumasaq, millət yoxdur. Dilimizi, dəyərlərimizi, cavanlarımızı Azərbaycançılıq ideologiyasından böyütmək lazımdır. Eləməsək, çətinlik olacaq. Çox sağ olun, Cahangir müəllim, sizə çox təşəkkür edirəm. Sağ olun, təşəkkür Gözəl ederim. fikirləriniz üçün minnətdarım sizə. Sağ olun. Hörmətli tamaşaçılar, Eldeniz TV-nin vətəndaş mövqeyinin qonağı Bakı Dövlət Universitetinin Milli Mətbuat Kafedrasının müdürü, dəyərli ziyalımız, jurnalistimiz Cahangir Məmmədli idi.